Salam əziz şagirdlər, bugün sizinlə birlikdə birinci qruplar üçün olan ümumi sınav imtahanı 5-in suallarının izahına baxacağıq. Başlayaq suallara. Birinci sualda natrium su ilə reaksiyasından alınır natrium OH və hidrogen alınır və bu X maddəsi, yəni natrium OH-ın sulfatlı reaksiyasına isə alınır Y maddəsi. Burada baxırıq. Əgər natrium OH-ı 1 mol götürmüşəmsə, alınacaq natrium hidrosulfat. Yox, 2 mol götürmüşəmsə, alınacaq natrium sulfat. Bizə burada da 2 mol verdiyinə görə cavabımız olacaq natrium sulfat normal duz alınacaq. Neytrallaşma reaksiyası gedəcək. İkinci sual. Reaksiya 16 qram hidrogen daxil olmuşsa, hansı miqdarda su əmələ gəlir? Reaksiyamızı yazırıq. Suyun əmələ gəlməsi reaksiyası. Deməli, əmsallaşdırsaq, deyirik ki, 4 qram hidrogen reaksiya daxil olan zaman 2 mol su əmələ gəlir. Bəs 16 qram hidrogen reaksiya daxil olan zaman neçə mol su əmələ gələr? 8 mol su alınır. 3. Selluloza üçün hansı ifadə doğru deyil? Selluloza beta-glukozanın bilirik polikondensləşməsi nəticəsində alınır və bizə deyir ki, beta-glukozanın əmələ gətirdiyi təbii polimerdir. Bu ifadə doğrudur. B-də sirkə turşusu ilə triasetil selluloza əmələ gətirir. Bəli, sellulozanın sirkə turşusu ilə reaksiyasına efirləşmə reaksiyası baş verir və burada sellulozaya biz spirt kimi baxa bilərik. 3 ədəd hidroksid qrupu var və əmələ gəlir mürəkkəb efir, triasetil selluloza. C-də sulfid metodu ilə oduncaqdan alınır. Doğrudur. D-də saxarozanın izomerdir. Bu fikir səhvdir. Niyə? Çünki saxarozanı biz belə yazırıq. C12H22 O11. Saxaroza disaxariddir. Selluloza isə C6H10 O5N şəklində yazırıq. Selluloza isə polisaxariddir. İrmolekullu birləşmədir. Deməli, saxarozanın izomerləri hansı maddələr ola bilər? Ola bilər laktoza, maltoza, bunlar bir-birinin izomeridir. Y-də isə deyir, suda həll olmayan ağ rəngli bərk maddədir. Monosaxarid və disaxaridlər suda həll olur, polisaxaridlər isə suda həll olmur. Selluloza da polisaxarid olduğu üçün suda həll olmur. Niyə? Çünki monomer halqaların sayı artdıqca suda həll olma qabiliyyəti də azalır. Burada bizdən səhvi soruşurdu. Cavabımız olacaq D variantı. 4-də. Əsasi duz əmələ gətirə bilən oksidləri, hidroksidləri göstərir. Ümumiyyətlə, biz əsasi duz almaq istəyiriksə, həmin əsasımız çox turşulu olmalıdır. Yəni, turşuluğu birdən çox, hidroksid qruplarının sayı birdən çox olmalıdır. Dəmir hidroksidi götürə bilərik, alüminium hidroksidi götürə bilərik. 1 və 3 doğru cavabdır. 5-də. Heterogen reaksiyaları göstərin. Heterogen reaksiya o idi ki, reaksiyada iştirak edən maddələr müxtəlif aqreat hallarında olmalı idi. Məsələn, bir də baxırsan, hidrogenlə xlor reaksiya gedir, H-xlor verir. Hər biri qaz halındadır. Bu homogen reaksiyadır. 2-də dəm qazı, oksigen və karbon qazı hər biri qazdır və homogen reaksiyadır. 3-də silisium bərk haldadır. Oksigen qazdır, silisium oksid də bərkdir. Müxtəlif aqreat hallarında olduğuna görə heterogen götürə bilərik. 4-də karbon bərkdir, hidrogen qazdır, metan da qazdır. Bunu da biz heterogen götürə bilərik. Doğru cavabımız 3 və 4. 6-da. Qeyri-elektroliti göstərim. Qeyri-elektrolit deyirdik ki, suda, məhlulda və ya ərintidə ionlara ayrılmayan və buna görə də elektrik cərəyanını keçirməyən maddələr idi. Qeyri-elektrolitlər, yəni dissosiasiya etməyən maddələrdir. Qısaca təşkil edək ki, məsələn, əsaslardan qələvlər elektrolit idi. Turşulardan, qeyri-üzvü turşulardan, metasilikatdan başqa yerdə qalan digər turşular qeyri-elektrolit idi. Duzlardan, məsələn, xörək duzunu burada verib elektrolitdir, suda həll olan duzlar elektrolitdir. Karbon turşularda, məsələn, zülallar bunlar elektrolitdir, amma karbohidratlar qeyri-elektrolitdir. Həmçinin glukoza da karbohidratlara daxil olduğuna görə qeyri-elektrolit olaraq götürəcəyik. Növbəti 7-ci sual. Deyir ki, hansı halda yalnız eyni maddənin adları göstərilib? Propin, metil asetilin və etin. Deməli, propinin biz kimyəvi quruluşunu bu şəkildə yaza bilərik. Alkindir.
Metil asetlin onun səmərli sulu adıdır. Etin isə asetlindir. Bunlar eyni maddə deyil. Bunlar bir-birinin homologudur. Eyni maddələrdir. B-də sirkə aldehidi, asetaldehid və etanol. Sirkə aldehidi hər üçü də eyni maddədir. Deməli, bu şəkildə yazarıq. Sirkə aldehidi onun səmərli sulu adı. Asetaldehid tarixi ad, etanol beynəlxalq adı. Üçü də eyni maddədir. C-də stirol, vinil benzol, kumol. Stirolla vinil benzol eyni maddələrdir. Amma kumol fərqli maddədir. Benzolun homoloqdur. Kumolun digər adı da izopropil benzol idi. D-də fenol, benzol, kumol. Üçü də fərqli maddələrdir. Tolol, metil benzol eyni maddədir. Stirol amma fərqli maddədir. Cavabımız oldu B variantı. 8-ci sual. Deməli, X maddəsi və onun əmsalını müəyyən edin. Bariumun su ilə reaksiyasından alınırdı barium hidroksid və hidrogen. Əmsallaşdırsaq, bura 2 düşəcək. X maddəsi barium hidroksiddir və 1 moldur. Bunu da yada salaq ki, deməli, qələvi və qələvi torpaq metalların, metalın həm özü, həm hidridi, həm də ki, oksidinin su ilə reaksiyası nəticəsində alırdıq qələvi. İstisna olaraq belə deyək də, metalın oksidinin su ilə reaksiyasında sadəcə qələvi alırdıq. Əlavə məhsul ayrılmırdı. Cavabımız oldu Y. 9-da. Artıqlaması ilə götürülmüş haşklor məhlulundan amonyak qazı buraxdıqdan sonra məhlulun kütləsi 68 qram artıb, əmələ gələn duzun kütləsini hesablayın. Qabda əvvəlcə haşklor məhlulun var idi və buradan amonyak qazı keçirdilər. Məhlulun kütləsinin artmasına səbəb həmin o amonyak qazıdır. Əvvəl heç bir dəyişiklik yox idi. Amonyakı gətirdilər, reaksiya baş verdi və məhlulun kütləsi reaksiyaya daxil olan amonyak qazının kütləsi qədər artar. Reaksiyamızı yazsaq, alınır ammonium xlorid. Və bu reaksiyada 17 qram amonyak reaksiyaya girən zaman 53,5 qram duz alınır. Bəs 68 qram amonyak reaksiyaya daxil olan zaman neçə qram duz alınır? İkisi də buradan tapsaq, tənasüblə 53,5-i vurarıq 68-ə, bölərik 17-yə. İxtisarlarımızı aparsaq 4 dəfə, 53,5-i 4-ə vuranda da 214 qram alarıq cavabımızı. Növbəti 10-cu sual. Deyir ki, qarışımın tərkibi alüminium və misdən ibarətdir. Ayrılma üçün istifadə olunan maddə. Deməli, burada elə bir maddə götürməliyik ki, biri ilə reaksiya girməliyik, digərinə girməməlidir. Məsələn, natrium xlor götürsəm, heç birinə reaksiya girməz. Natrium nitrat da, natrium sulfat da, kalium xlor da. Heç birinə reaksiya girməyəcək. Amma natrium OH götürsəm, alüminiumla reaksiya girəcək, mislə reaksiya girməyəcək. Beləliklə təyin edəcəm ki, həmin o reaksiya girən maddə alüminium imiş, mis isə qarışıqda qalacaq. Alüminiumda amfiter metal olduğuna görə həm qələvi ilə, həm də turşu ilə reaksiya daxil olur. Növbəti 11-ci sual. Würz reaksiyasında nə dəyişmir? Würz reaksiyası deməli monohalogen alkanlara natriumla təsir edən zaman biz alırdıq alkan. Karbon zəncirinin uzanması ilə baş verən bir reaksiya idi. Misal olaraq götürək, sadə misal götürək, məsələn, etil xlorid, natriumla buna təsir edirik və alırıq normal butan. Və natri xlor. Deməli, burada nə baş verirdi? Halogen birləşən yerdən rabitə qırılırdı və bu radikalın eyni ilə özünü gətirib birləşdirirdik və bu maddə alınır. Deyir ki, nə dəyişmir? Hidrogenin oksidləşmə dərəcəsi. Ümumiyyətlə, yadda saxlayaq ki, bütün üzv maddələrdə hidrogen atomu müsbət bir oksidləşmə dərəcəsi göstərir. Ona görə dəyişməz. 2-də karbon zəncirinin uzunluğu. Bayaq da qeyd elədik ki, karbon zəncirinin uzanması ilə baş verən reaksiyadır. Bunu da aydın şəkildə görmək mümkündür. Bu dəyişir. 3-də karbon hibrid vəziyyəti. Alkanlarda karbon atomları, bütün karbon atomları sp3 hibrid vəziyyətində olduğuna görə dəyişməz. Burada da karbon sp3-dür, burada da sp3-dür. Ona görə bu da dəyişməz. Doğru cavabımız olar 1 və 3. D variantı.
12-ci sual. Tərkibində dəmir olan maddələri göstərin. Sementit dəmir karbiddir. Teflon bu maddədir. Silvinit isə natri xlor, kalium xlor. Deməli, burada hansının tərkibində dəmir var? Dəmir karbidin tərkibində, yəni sementitin tərkibində dəmir vardır, yalnız 1. Burada hər 3 maddənin biz formulunu bilməliyik. 13. Deyir, X və Y maddələrini müəyyən edin. Dəmir 2 hidroksidin parçalanması nəticəsində alınır dəmir 2 oksid və su. Həmin bu dəmir 2 oksidində xlorid turşusu ilə reaksiyası nəticəsində alınır dəmir xlor 2 və su. Dəmir xlor 2-nin də qələvi ilə təsir edəndə dəmir 2 hidroksid alınır. Həmçinin bu da suda həll olmayan əsasların alınma üsullarından biri də bu idi ki, həmin metalın həll olan duzuna biz qələvi ilə təsir edən zaman alırdıq nə? Suda həll olmayan əsası. Burada deməli X maddəsi dəmir 2 oksiddir, Y-də dəmir 2 xloriddir. Y variantı olacaq cavabımız. Bəs hardan bildim bu dəmir 3 xlorid deyil, 2 xloriddir? Oksiddə metal hansı valentliyi göstərirsə, alınan duzda da həmin valentliyi göstərməlidir. Ona görə cavabımız olacaq Y variantı. Növbəti suallara keçid edək. Deməli, 14-də. Reaksiyası üçün hansı ifadələr doğrudur? Deməli, deyir ki, sintez qaz alınır. Bu fikir yanlışdır. Niyə? Çünki biz sintez qazı hansı reaksiya nəticəsində ala bilərik? Metanın karbon qazı ilə reaksiyasından ala bilərik. Sintez qazı, bu alınan qarışığa verdiyimiz ümiddə ad sintez qazı idi. Bir də metanın su ilə reaksiyasından alırdıq. Karbon, dəm qazı və hidrogen alınan qarışığa da deyirdik sintez qazı. Su qazı da var idi. O isə karbonun su buxarı ilə reaksiyası nəticəsində alınırdı. Alınırdı nə? Metan deyirəm. Dəm qazı və hidrogen. Buna isə deyirdik su qazı. Bu reaksiya nəticəsində isə sadəcə alınır dəm qazı. Buna biz sintez qaz deyə bilmərik. Bu fikir səhvdir. Alınan birləşmədə oksigenin valentliyi 3-dür. Alınan birləşmə dəm qazı. Dəm qazı donor-akseptor mexanizmi ilə əmələ gələn birləşmədir və burada qaydamız o idi ki, donor atomunun valentliyi bir vahida artırdı, oksidaşma dərəcəsi dəyişmirdi. Həmçinin biz bunu bu şəkildə yaza bilirdik. Bu şəkildə göstərirdik ki, oksigen atomu 3 valentlidir. Oksigenin donor olduğu üçün valentliyi bir vahida artırdı, oksidaşma dərəcəsi dəyişmirdi. Bu fikir düzdür. Karbon yalnız reduksiya olunur. Baxaq. Oksidaşma dərəcələrinə baxaq burada. Karbon müsbət 4-dən gedir müsbət 2-yə. Bir də 0-dan gedir müsbət 2-yə. Müsbət 4-dən müsbət 2-yə gedən zaman 2 elektronu alır. Xassə olaraq oksidləşdiricidir, proses reduksiya. Deməli, karbon reduksiya olundu. 0-dan müsbət 2-yə gələn zaman isə 2 elektron verir. Xassə reduksiya edici, proses oksidləşmə. Deməli, karbon atomu həm oksidləşir, həm reduksiya olunur. Bizdə isə deyir, yalnız reduksiya olunur, bu ifadə səhvdir. Doğru cavabımız olacaq yalnız 2A variantı. Növbəti 15. Deməli, 15-də bizə deyir ki, ən sadə elektron quruluşuna malik atom hansıdır? Bu maddələr içərisində ən sadə quruluşu deməli hidrogendir. Hidrogenin biz elektron formulunu bu şəkildə yazırdıq. 1s1. B variantı. 16-da 0,4 mol bölü litr qatlıqlı məhlulun 2 litrindən neçə mol maddə var? Qatlığın düsturu C bərabərdir nü bölü V idi. Və biz mol tapmaq istəsək, qatlığı həcmə vurarıq. 0,4-ü vurarıq 2-yə, alarıq 0,8 mol maddə var imiş. 17. Götürülən maddələr reaksiyalar. Deyək ki, kükürlə hansı maddələr arasında reaksiyalar adi şəraitdə gedir? Deməli, kükürdən xlorla reaksiyası qızdırıldıqda gedir, adi şəraitdə getmir. Fluorla əksər reaksiyalar adi şəraitdə gedir. Bunu götürə bilərik. Dəmirlə də reaksiya qızdırıldıqda gedir. Ona görə adi şəraitdə yalnız 2 olar.
18. Sıxlığı metanın sıxlığından 2 dəfə çox olan qazın 9,6 qramın həcmini hesablayın. Ümumiyyətlə qazların sıxlığı üçün belə bir düstur yazırdıq. Molyar kütlə bölünsün molyar həcm. Sıxlığı molyar kütlə ilə düz mütənasib götürə bilərik. O zaman, əgər bunun sıxlığı metanın sıxlığından 2 dəfə çoxdursa, deməli, həmin bunun belə yazaq, ρ1-in ρ2-yə nisbəti nəyə bərabərdir? 2-yə. Elə bunu da biz M1-in M2-yə nisbəti götürə bilərik də molyar kütlələr nisbəti. O da 2-yə bərabərdir. Əgər deməli, burada ρ1-i həmin qazı götürürük, ρ2-ni də metan götürürsən. M1 də onun molyar kütləsi, M2 də metanın molyar kütləsi. Metanın molyar kütləsini bizə 16 veribsə, deməli, bu həmin qazın da molyar kütləsi metanın molyar kütləsindən 2 dəfə çoxdur. 32 qram bölünsün moldur. Və bizə deyir, həmin qazın həcmini hesabla. Biz deyə bilərik ki, düsturla da gedə bilərik, tənasübdən də gedə bilərik. Düsturla desək, V bərabərdir M bölü R-ya görə. Deyərik ki, bunun 9,6-nı bölərik. Deməli, 9,6-nı bölərik. Sıxlığı da elə biz nə götürə bilərik? Elə tənasüblə gedək, hamısına yaxşı. Deyərik ki, 32 qramı əgər 22,4 litrdirsə, bəs bunun 9,6 qramı neçə litrdir? X litr. X da buradan alırıq 6,72 litr. Cavab olar B variantı. 19. Hansı maddənin oksidləşməsindən benzoid turşusu alınır? Deməli, toluolun kalium permanganatda oksidləşməsindən alınırdı benzoid turşusu. D variantı. 20-də deyir, alkeni göstərin. Butanal aldehiddir. Buten alkendir, butan alkandır, butanon ketondur, butin də alkendir. Sonra 21-ci sual. Deməli, deyir ki, 16 qram üzüm maddənin tam yanmasına 22 qram karbon qazı, 18 qram su alınıb. Bu birləşmədə oksigenin kütlə payını hesablayın. Üzüm maddənin tərkibində yanan zaman karbon daha keçir karbon qazının tərkibinə. Ona görə belə deyə bilərik. Əgər 44 qram karbon qazının tərkibində 12 qram karbon varsa, bəs 22 qram karbon qazının tərkibində nə qədər karbon var? X qram. X da buradan alarıq nə qədər? 6 qram. Elə bu 6 qram da üzüm maddənin tərkibində var deyə bilərik. Üzüm maddənin tərkibində bu 16 qramın 6 qramı karbondur. Hidrogeni də tapa bilərik. Əgər 18 qram sudursa, 18 qram elə 1 mol sudur. 18 qram da suyun tərkibində 2 qram hidrogen var. Üzüm maddənin də deməli tərkibində 2 qram nə var imiş? Hidrogen var imiş. Oksigen nə qədər düşəcək? Bu üzüm maddənin tərkibi həm karbondan, həm hidrogendən, həm də oksigenden ibarətdir. Çünki özdə deyir ki, bu birləşmədə oksigenin kütlə payı. Deməli, həmin üzüm maddənin tərkibində oksigen də var imiş. Buradan da Y yazsam, oksigenin kütləsini taparam. Nə qədər? 8 qram da burada oksigen var imiş. Oksigen də kütlə payını tapanda maddənin kütləsini, oksigen kütləsini bölərəm həmin maddənin kütləsinə, vuraram 100%. Yəni 8-i bölərəm 16-ya, vuraram 100%. Buradan alaram 50%-dir. C variantı. Növbəti 22-ci sual. Deməli, amonium bromidin üzərinə X maddəsi gəlir, amoniak alır. Y gəlir, həmçinin amoniak alır. Deməli, bu maddənin üzərinə kalium OH gəlsə, alınacaq amonium hidroksid. Həmin o amonium hidroksid də davamsız olduğu üçün parçalanır amoniaka və suya. Deməli, götürə bilərəm A variantı. Həm kalium OH, bunu da natrium OH olaraq götürə bilərəm. Əgər məsələn B variantına baxıram, natrium OH X-i götürə bilərəm. Amma Y sulfat turşusu götürsəm, bu zaman alınacaqdır nə? Ammonium sulfat və H-brom. Amoniak alınmayacaqdır. Həmçinin digər variantlarda da. Sonra növbəti 23. Hansı maddələrin karbon qazı ilə reaksiyası oksidləşmə reduksiya tipli deyil? Reaksiyalar yazaq. Karbon qazının karbonla reaksiyasından alınırdı dəm qazı. Bu reaksiya oksidləşmə reduksiya tiplidir. Çünki
elementlərin oksidaşma dərəcəsi dəyişir. Məsələn, karbon 0-dan gedir. Bayaq da yazmışdıq bu reaksiyanı. Müsbət 2-yə, bir də müsbət 4-dən gedir müsbət 2-yə. Yəni oksidaşma dərəcəsi dəyişir. Bu OR hesab olunur. Biri çıxdı. Natrium peroksid. Natrium peroksidin karbon qazı ilə reaksiyası nəticəsində alınır natrium karbonat və oksigen. Əgər həmin reaksiyada bəsit maddə görürüksə, mütləq ki, o oksidaşma reduksiyadır. Yəni, sən burada bəsit maddə görürsənsə, yəni gözü yumulu biz oksidaşma reduksiya götürə bilərik. Yəni, burada -2-dən oksigen oksidaşma dərəcəsi dəyişir neçəyə? 0-a. Bu OR hesab olunur. Bunu da çıxaram. Natrium oksidin karbon qazı ilə reaksiyasının. Bunun fərqi isə ondan nədir? Natrium oksidin karbon qazı ilə reaksiyasından isə alınacaq natrium karbonat. Burada heç bir element oksidaşma dərəcəsini dəyişmədiyinə görə oksidaşma reduksiya hesab olunmur. Natrium OH-da da eyni şey. Natrium karbonat və su alınacaq. O da oksidaşma reduksiya hesab olunmayacaq. Doğru cavabımız olacaq nə? 3 və 4. 24-də kompleks gübrələr deyir, göstərin. Kompleks gübrə nə idi? Deməli, əgər həmin gübrənin tərkibində 3 qida elementindən ən az ikisi var idisə, bu olurdu kompleks gübrə. Qida elementləri azot, fosfor və kalium idi. Məsələn, bir də baxırıq ki, bu gübrənin adını da həmçinin təkrarlamış olaq. Bu 2K super fosfat idi. Baxıram ki, bunun tərkibində yalnız qida elementlərindən yalnız fosfor var. Bu sadə gübrədir. 2-də həm kalium, həm nitrat var. Adını da xatırlayaq ki, Hindistan şorası və kalium şorası deyirdik. Bu kompleks gübrədir, çünki qida elementinin hər ikisi var. 3-də baxırıq ki, diamofosdur. Bunun tərkibində həm azot, həm fosfor var. Kompleks gübrədir. 4-də ammonium şorası, yalnız azot var. Sadə gübrədir. 5-də karbamid, yalnız azot var. Bu da sadə gübrədir. 6-da isə amafosdur. Bu da tərkibində həm azot, həm fosfor var. Hər iki qida elementi olduğu üçün bu da kompleks gübrədir. Doğru cavabımız olar 2, 3 və 6. Növbəti. 25-də deyir ki, ammonium ionunda donor atomlu rabitənin əmələ gəlməsinə neçə elektronu iştirak etmişdir. Deməli, ammonium ionunda biz bu şəkildə yaza bilərik. Və azotun elektronlarına baxsaq, burada bu rabitənin əmələ gəlməsinə 1 elektron, bunun əmələ gəlməsinə 1 elektron, bunun da əmələ gəlməsinə 1 elektron. Amma bu donor akseptor rabitəsi əmələ gələn zaman azotun 2 elektronu iştirak edirdi. Azotun 2 elektronu hidrogenin boş orbitalına keçirdi. Ümumilikdə azotun bu rabitənin əmələ gəlməsinə belə deyək, 5 elektronu iştirak edir. 5 elektron iştirak edir. Cavabımız olacaq 5. Sonra 26-da deyir 360 qram glukozanın etil spirtinə qızqırmasından 67,2 litr qaz alınmışsa reaksiyanın praktiki çıxımını hesablayın. Glukozanın deməli spirtə qızqırması reaksiyasının tənliyini yazsaq, alınır buradan etil spirti və karbon qazı. Əmsallaşdırsaq, deyirik ki, 180 qram glukoza qızqırması nəticəsində 44,8 litr qaz ayrılır. Bəs 360 qramdan nə qədər ayrılar? X. X bərabərdir buradan nə qədər? Edir 89,6 litr. 100% çıxımla alınır 89,6 litr. 100% çıxımla 89,6 litr qaz ayrılır. Bəs neçə faiz çıxımla 67,2 litr alınır? Buradan da alırıq Y bərabərdir 75%. Deməli 75% çıxımla 67,2 litr qaz ayrılır. Sonra növbəti 27-ci sual. 27 deməli bizə metallar verilib və 1 mol metal ilə reaksiya daxil olan xlorun miqdarı. Reaksiyaları yazmalıyıq. Natrium xlorla reaksiyasından alınır natrium xlorid. Əmsallaşdırsaq, deməli, bura 2 düşür, burada 2 düşür.
1 mol metalın 2 mol metaldan 1 mol xlor reaksiya girir. Bəs 1 mola nə qədər xlor reaksiya girəcək? 0,5 mol. Birə gedəcək D variantı. Dəmirin xlorla reaksiyasını yazsaq. Bu reaksiya da vacib reaksiyalardandır. Çünki dəmirin bir var xlorla reaksiyası, bir də var H xlorla reaksiyası. Xlorla reaksiyasından alınır 3 valentli duzu, H xlorla reaksiyasından isə alınır 2 valentli duzu. Bu dediyimiz xrom üçün də keçərlidir. Deməli, əmsallaşdırsaq, burada 1 mol dəmirlə 3 mol xlor reaksiya, 2 mol dəmirlə 3 mol xlor reaksiya girir. Bəs 1 mol dəmirlə nə qədər girər? 1,5. 2-yə gedəcək A variantı. Kalsiumun xlorla reaksiyasını yazsaq, alınır kalsium xlorid. Burada deyəcəyik ki, 1 mol kalsiumdan 1 mol xlor gelir. Elə bizə də 1 mola görə hesablamamızı istəyirsə, 1 mol da xlor götürəcəyik. 1-ə D, 2-yə A, 3-ə də C uyğun gələr. Sonra ətraflı yazı tələb edən sualların izahına baxaq. Deyir ki, cədvələ əsasən verilmiş turşu və spirtdən alınan mürəkkəb efir nisbi molekul kütləsini və molekulda polyar kovalent rabitənin sayını müəyyən edin. Doymuş bir əsaslı karbon turşusu və spirt verilib və bunların reaksiyasından alınır nə? Mürəkkəb efir. Deməli, əgər doymuş bir əsaslı karbon turşusunda hidrogenin atomunun sayı 2 endirsə, biz belə yazaq da. Bu N-dən veribsə, doymuş bir əsaslı karbon turşusunun formulunu belə yazaq. CX, H2X, O2 şəklində yaza bilərəm. Hidrogenin sayını 2N veribsə, o zaman bunun formulunu belə yazaq. CnH2n O2. Doymuş bir atomlu spirt də isə belə yazırıq. CYH2Y plus 1 OH şəklində yazarıq. Əgər hidrogenin sayı 2N-dirsə, ondaca belə yazaq. 2Y plus 1 bərabərdir 2N-ə. 2Y bərabərdir 2N çıx 1. Y də bərabərdir nəyə? Daha doğrusu, hidrogenin sayını 2N plus 2 götürməliydim. 2Y plus 2. Ümumi hidrogen sayı burada 2Y plus 1 var. Burada da bir dənə var. 2Y plus 2-ni 2N-ə bərabər edirəm. Buradan da alıram 2Y bərabərdir 2N çıxaq 2-yə. Y də bərabər nəyə? N çıxaq 1-ə. Karbon sayı deməli N çıxaq 1-dir. C, bunu belə yazarıq. N çıx 1, H2N O şəklində yazarıq. Və bizə deyir ki, bu karbon sayı 2N çıx 4-dür. Biz aldıq ki, N çıxaq 1-dir. Bunları bərabərləşdirsək, N çıxaq 1 bərabər eləsəm 2N çıxaq 4-ə, N-in qiymətini buradan hesablaya bilərəm. N bərabər imiş 3-ə. Deməli, həm karbon turşusunda 3 dənə karbon var. Yəni, bu nə imiş? Propan turşusu. C3, H6, O2. Spirtdə isə 2N çıxaq 4 dənə karbon var. Yerinə gətirib qoyanda 3-ü buradan alırıq ki, 2 dənə spirt molekulunda karbon var. Yəni, bu etil spirt imiş. C2H5OH. Bunlardan əmələ gələn mürəkkəb efir hansı olacaq? Bunu burada yazaq mürəkkəb efiri. Reaksiyanı yazaq ümumiyyətlə. Propan turşusu və etil spirtinə əmələ gələn mürəkkəb efir. Deməli, bunu belə yazaq da. Karbon turşusu üstəgəlsin etil spirti. Deməli, burada bu reaksiya necə gedirdi? Turşunun hidroksid qrupu ilə spirtin hidrogeni birləşirdi, suyu əmələ gətirdi. Yerdə qalan digər hissələri bir-biri ilə birləşdiririk. Deməli, buradan yazırıq. Bu hissə ki var, yerdə qalan hissəni gətirib birləşdiririk bura. Buradan da alınır OC2H5. Və su da heç də ayrılır buradan su. Həmin bu mürəkkəb efirdir. Mürəkkəb efirimiz budur. Bizdən deyir ki, mürəkkəb efirin nisbi molekul kütləsini və molekulunda polyar kovalent rabitənin sayını müəyyən edin.
Mürəkkəb efir nisbi molekul kütləsini hesablayanda, deməli bunu necə hesablaya bilərik daha rahat? Propan turşusunun nisbi molekul kütləsi 74-dür. Etil spirti 46-dır. 74-dən 46-nı toplayaram. 74-dən 46-nı toplayaram və çıxaram suyun kütləsini. Burada həmin qalar nə? Mürəkkəb efirin kütləsi. Bundan da çıxsam, verəcək bizə x-i. Bu eləyəcək 120, çıxanda da 18-i 102. Deməli, mürəkkəb efirin nisbi molekul kütləsi 102 qram böl litrdir. Qram böl molda. Deməli, 102 aldıq. Sonra deyir ki, molekulda polyar kovalent rabitənin sayı. Polyar kovalent rabitənin də sayını hesablayanda, polyar kovalent rabitə nə idi? Müxtəlif atomlar arasında olan rabitədir. Buradan da polyar kovalent rabitənin sayını hesablamaq istəsək, başqa rənglə göstərək. Deməli, hidrogenlərin sayına baxırıq. 3 dənə burada, 2 dənə burada, 5 dənə burada. Deməli, 5, 5, 10 dənə burada. Sonra burada karbonla oksigen arasında 2 dənə rabitə var. 12, 13 burada. Burada da həmçinin bir dənə karbon oksigen arasında rabitə var. Deməli, nə qədər eləyir? 10, 13, o da bir 14. Deməli, 14 dənə polyar kovalent rabitə var. Polyar kovalent. Birinci sualımızın cavabı olur nisbi molekul kütləsi 102. İkinci sualımızın cavabı da olacaq 14 ədəd polyar kovalent rabitə. Növbəti sual 29. 29-a deyir ki, 24 qram mis və dəmirdən ibarət qarışıq artıq miqdarda götürülmüş xlorid turşusunda həll edilir. Normal şəraitdə 4,48 litr qaz ayrılır. Qarışıqda misin kütləsini və alınan duzun mol miqdarını tapın. Deməli, bilirik ki, xlorid turşusu ilə mis reaksiya daxil olmayacaq. Sadəcə dəmir reaksiya girəcək. Və bu reaksiyanın tənini yazsaq, alınır dəmir 2 xlorid və hidrogen. Əmsallaşdırırıq. Deyir ki, bu reaksiya nəticəsində 4,48 litr hidrogen qazı ayrılır. Görək reaksiyaya nə qədər dəmir daxil olub. 56 qram reaksiya dəmir girəndə 22,4 litr qaz ayrılır. Bəs x qram dəmir reaksiya girən zaman 4,48 litr. X də buradan alarıq 11,2 litr. 11,2 qram dəmir reaksiya daxil olub. 24 qram ümumi qarışıq idi. Əvvəl əlimizdə 24 qram mis və dəmir var idi. 24-dən də çıxaram 11,2-ni, qalar 12,8 qram mis. Deməli, əlimdə 12,8 qram mis var imiş. Bizdən misin kütləsini istəyirdi, alınan duzun bir də mol miqdarını istəyirdi. Dəmir 2 xloriddir. Bunun da mol miqdarı olacaq nə qədər? 0,2 mol. 0,2 mol da duzumuz alınacaq. Deməli, birinci sualın cavabı olacaq 12,8, ikinin də cavabı olacaq 0,2 mol. Növbəti 30-cu sual. Deyir ki, dövrü sistem cədvəlində birinci A yarım qrupunda yerləşən elementin orta fosfat duzunun 200 ml məhlulda kationların molyar qatlığı 1,5 mol böl litrdir. Duzun tərkibində fosforun kütləsini və duzun miqdarını hesablayın. Dissosiasiya dərəcəsi 100%-dir, yəni tam dissosiasiya eləyib, duzun hidrolizini nəzərə almayın. Əgər bu birinci A yarım qrupda, əsas yarım qrupda yerləşirsə, deyə bilərik ki, bu bir valentli metaldır. Bunun ümumi formunu biz belə yazarıq. Orta fosfat duzu bu şəkildə olar. X3, PO4 şəklində yazarıq. Fosfat çünki 3 valentli qalıqdır. Bu da 1 valentli isə ümumi formumuz bu şəkildə olar. 200 ml məhlulunda kationların molyar qatlığı deyir ki, 1,5-dir. Bu duzun tərkibində fosforun kütləsini hesablayın. Ümumiyyətlə bu deməli dissosiasiya edir nəyə? 3 mol X müsbət və PO4 3 mənfi. Əgər qatılıq bizə verilibsə, buranı da silək. Qatlıq verib 1,5. Həcmi verib 200 ml litrə çeviririk.
0,2 litr. Çünki bizə burada rahat hesablayaq deyil, litrlə veribdir. Mol da tapanda alarıq nə qədər? C vuraq V-dən 0,3 mol. 0,3 mol duzumuz var. Daha doğrusu kationların həcmi molar qatlığı. Deməli bu aldığımız 0,3 kationun mol miqdarıdır. 1 mola 3 moldursa, deməli 0,3-ə də duzun mol miqdarı nə qədərdir? 0,1-dir. Duzun tərkibində fosforun kütləsini və duzun mol miqdarını hesablayın. Duzun mol miqdarını tapdıq, 0,1-dir. Bəs duzun tərkibində fosforun kütləsi nə qədər olar? Burada mütləq ki, molu nəzərə almalıyıq. Deməli, 0,1 mol bu maddədə X3PO4 maddəsində kütləni bilmirəm, A qram götürürəm, amma 1 mol maddəmdə fosforun kütləsi 31 qramdır. Buradan da alırıq nə qədər? 3,1 qram fosfor var imiş. Yəni, kütləni hesablamaq üçün burada X elementin hansı element olduğu bizim üçün vacib deyil. Birinci sualımızın cavabı oldu 3,1 qram. İkincinin cavabı isə bizdən duzun mol miqdarını istəyirdi. O da olacaq 0,1 mol. Belə, bu sualları da yekunlaşdırdıq. Sağ olun.